Tehlikeli bir kenarda dururam, zamanın uçurumuna bakıram ve hissedirəm ki nece geri dönmeden ben ora gedirəm. Ancak ben sonu görmürəm, ben yalnız başlangıcı görürəm. O gün gelecek, ben bunu bilirəm. Ben mütləq qayıdacağam. Ben qayıdacağam, məğlubiyyətdən qorxmayanların ölkəsinə. O ölkəyə ki, orada diz çöktürülmüş xalq deyil, azad insanlar yaşayır. Geçse de, min il olsa da, həmin parlaq işığın ardınca mən mütləq qayıdacağam. Bəlkə də mənim yolum kəsilir, bəlkə də ömür kitabım bağlanır. Amma ruhum elə də sadır və gələcəyə doğru can atır. Mən həqiqəti axtarırdım, həqiqəti tapdım. Geç tez o sabah açılacak, ben o sabahta olacağım. Ben qayıdacağam, məğlubiyyətdən qorxmayanların ölkəsinə. O ölkəyə ki, orada diz çöktürülmüş xalq değil, azad insanlar yaşayır. Ben qayıdacağam, 100 il keçsə də, min il olsa da, həmin o parlaq işığın ardınca ben mütləq qayıdacağam.